Salam dostlar, bugünləri biz Bloki adlı bir Linux əsaslı maşını enumeration edəcəyik. Videosu dərsə başlamışdan qabaq həmişə dediyimiz kimi istifadə olunan texnika, texnologiyalar hamısı tədris üçün nəzərdə tutulub. Digər maşınlarda, digər sistemlərdə istifadəsi qəti qadağandır. Və belə. Yalnız etik, pentesting, etik, hacking, etik kiber təhlükəsizliklə məşğul oluruq və bu qaydaları da riayət etməyə sizə dəvət edirəm. Deməli, biz maşınımızı aktiv edirik. İlk öncə IP-mizi mən brauzera verəndə o bloki.htp-yə redirect edirdi. Ona görə də mən həmişə olduğu kimi HTTP host'a bloki.htp-ni əlavə elədim. Bu qədər bəsit, yəni qeyri-adi bir şey yoxdur. Sayta daxil olduqda biz aşağı edirik. Elə bu widgetdən bilinir ki, artıq bu WordPress-dir. Yəni daxil ola bilərik istəsək. O dəqiqə bilinir ki, WordPress-dir. Çətin bir şey deyil. Bu günləri mən sizə izah edəcəyim əsas texnologiyadır. Çünki bu maşını enumeration etmək çox asan idi. VPScan adlı web sayt var. Orada siz API tokenlər, yəni gündəlik 25 token icazə verir. Biz buna harda istifadə edirik, onu deyim. Mən VPScan istifadə edərək WordPress-mi həm də API-yi götürürəm. Orada olan boşluq haqqında ümumi məlumat əldə edə bilirəm. Və VPScan özü avtomatik olaraq, məsəl üçün də hansı boşluqlar olar, o haqqda məlumat verir. Belə deyək. Burada qeyri-adi bir şey yox idi. İndi bura gələcəm, nə cür gəldim, çıxdım. Növbəti dirb aləti ilə mən direktoriyaları araşdırmağa başladım. Burada phpMyAdmin var, plugins var. Pluginsə daxil olanda daxil olaq. Daxil olanda iki dənə fayl bizə gəlir. Bloki core jar, bir də grief prevention. Hər ikisini download etdim. Hər ikisini download edib unzip edirəm. Unzip edəndən sonra oturdum faylları bir-bir oxudum. Burada yazılan məsəl üçün root və bu parol var. Yəni mən bu parolu götürdüm, atdım öz notuma. Və WordPress-də məsəl üçün VPScan-la da siz user-a baxa bilərsiniz. Mən sadəcə olaraq belə bir, burada da iki dənə slash qoymuşam. Burada bir dənə səhv eləmişəm. Bir dəqiqə. Aha. Hə. Mənə lazım olan user idi. Burada phpMyAdmin də var. phpMyAdmin-ə də baxacağıq. Daxil oldum. Burada da boşluq var imiş. Bu nədir? Biz userları tapa bilərik. Məsəl üçün biz login, parol axtarırıq da, düzdürmü? Bizə normalda nədir? Daxil olduğumuz WordPress-in userini necə enumeration etmək olar? Sadəcə olaraq Google-da verdim axtarışa. Belə bir məqalə çıxdı. Burada məqalədə yazılıb configure your website to block request. Bu yazıb, yəni necə bunun qarşısını almaq olar? Mən sadəcə bunu da elə götürdüm. Number 1, 2, 3, 4, yəni brute force kimi etmək olar da 0, 1, 2, 3, 4-dən başlayırsan və after notch çıxdı. Yəni mənim artıq user'ım var, notch, parolum var. Mən indi bu user və parolu harda istifadə etməyimi tətbiq etməliyəm də. Yəni məntiqi olaraq biz login və parol tapmışıq. Mən hələ burada fikir verin, nə qədər şeylər gedir. Mən nə edə bilərəm? Parolu götürürəm. Login. Aha. Loginə girirəm. Notch. Parol. Baxaq görək. Verir, vermir. Məncə verməyəcək. Vermədi. Mən burada həmin parolu rootla eləyəndə bu arada mən daxil ola bilirəm. Biz daxil olduq.
Biz daxil olduq, amma burada userlar haqqında elə də məlumatımız yoxdur, amma məsələn, mənə lazımdırsa ki, WordPress-ə daxil olum. Mən burada da bir user yaradıb. Fikir versiniz VP users. Bu da onun parolu. Parol necə olur? Fikir versəniz user mail və parol. Parol isə MD5 ilə böyük ehtimal ki MD5 ilə də yoxlamaq olar ki, görək nədir. Və yaxud da ki, bilmək istəyirsə, hash identifier var da, bizim alətimiz. Biz elə həmin parolu götürürük, bura qoyuruq. Görək bu nədir? Dedi ki, yoxdur belə bir şey. Burada slash var, ona görə, ola bilər slash'a görədir. Yoxdur. Bu edənə qədər mən onsuz da bilirəm ki, nəticə nədir. Biz login parol varsa SSH-i də yoxlaya bilərik əslində. Yəni iki variant var da serverə girməyə. Ya WordPress-in login parolunu tapırsınız, orada shell atırsınız və yaxud da ki, biz daxil olduq. Deməli, biz daxil olduqsa biz artıq user'ıq. Biz indi privilege allocate eləməliyik də. Sudo -l edək. Yenə həmin parolu yazaq. Və su edək də. Yox. Parol 2 dəfə yazdım. Who am I? Tak, sudo -l növbəti nə edək? Sudo su edək. Biz artıq root-uq. Root olsa deməli sizi root-a da daxil ola bilərik. Okay. Gördüyünüz kimi çox asan bir maşındır. Dərsin həmişə sonunda olduğu kimi əvvəldə necə deyirəmsə, istifadə olunan texnika, texnologiyalar yalnız tədrisi üçün nəzərdə tutulub, heç bir maşında istifadəsi icazə verilmir. Bəyəndinizsə like edin, komment yazın, kanalımıza abunə olun, dostlarınızı da təq eləyin. Kiber təhlükəsizlik üzrə addımları bir yerdə ataq.